Yaxşılıq eləmək istəyirsən, get hansısa bir dənə yetimə yesə yaxşılıq elə də. Eləmişəm də. Kim eləmirsən? Yetimə. Yetimə yaxşılıq eləyən belə hərəkət eləmir, başa düşdün? Mən səndən xoş ilə danışdım, görürəm sən normal dildə başa düşmürsən. Dedim ki, o tərəfdən çay çək. Başqa söz demədik. Bildim də istəmirlər yəni. Bildiniz siz onları niyə qoruyursunuz ki? Qorumaq deyəndə ki, biz deyir, bizə deyir. Gəlib xahiş edirlər. Hə? Gəlib xahiş edirlər. Yəni söz bizə sağ oğlan kimi söz deyirəm. Ona da biz də bir xoşumuz gəldi, çay içmək istəyirəm. Bunu Allah canı sağ olsun, istəmirəm. Siz hər xahiş eləyənə belə kömək eləyirsiniz. Xahiş eləmirəm, sabir oğlan kimi sağ söz deyirəm də. Sən oğlan kimi mən başa düşmürsən. Bəlkə siz özünüz sən kimdən savaşdın qardaşım? Hə. Sən hansısa xanım gəlib desə ki, mən narahat eləyir, yaxınlaşmazsan bir oğlan kimi. Yaxınlaşar. Sual cavab ver, hə ya yox. Bildimi Yox, yaxınlaşaram. sual verirəm də, sağ deyirəm. Tanış olmaq istəyir burada nə? Ay qardaş, deyirəm də, deyir ki, istəmirəm də, məcburiyyət deyilən şey var. Sən məsələn de. Məcburiyyət söhbətidir qardaş. Bildim də, ay Xoşumuz qardaş. gəlir. Allah canı sağ eləsin. Oğlansan da xoşun gəldi də, düzdür. Orada bir adına baxmırdım mən orada. Zaten oğlan kimi deyirəm ki, istəmir. Nə var burada zat? Qardaş sən tavaya qalmışsan. Havaya gəlməmişəm. Qardaş sən mən sağ söz deyirəm. Qarib deyirsən ki, altdan baxırdı. Deyirəm hansısa bir qulaq as da bir dənə. Sana sağ bir xanım yaxınlaşsa, deməzsən ki, qardaş yaxınlaşma. Deyərsən ya deməzsən. Bildimi sən bizə söhbət xırdalıysan. Nə var mı alıyam sağ başqa mən burada? Sən başqa söhbət eləyirsən. Eləyirəm, niyə eləməyim ki? Deyir ki, mən yaxınlaşmaq istəmirəm. Sən bir oğlan kimi gəlin mənə deyib, vətəndaş kimi gəlin mənə deyir ki, denən yaxınlaşma. Bizim xoşumuz gəlir. Allah canı sağ elə. Demədim ki, xoşun gəlməsin. 2 nəfər tembol, biz də 2 nəfər. Allah canı, biz də 4 nəfərik. Xoşumuz Söhbət edirəm. Deyirəm ki, qardaş, sən bir qardaş kimi yaxınlaşdın da mən. Dedim ki, deyir ki, narahat eləmə. Başa düşdün? Narahat eləmə. Hə. Sən oğlan kimi mən başa düşürsən? Çətin. Oğlan deyilsən? Pis oğlanım da mən. Pis oğlansan, o da sənin yaxınıva da yaxınlaşacaqlar ki, onsa pis oğlan da onun yaxınıdır pis ola. O mənim yaxınım yaxşıdır axı. Özün pisəm. Öz yaxınıva cavab deyirsən sən. Cavab deyir. Deyirəm ki, sənin gəlib yaxınıva yaxınlaşacaqlar. Nə var ki? İndi sən ki, axıra kimi müdafiə edəcəksən. Axıra kimi müdafiə eləmə, mən sabir oğlan kimi söz deyirəm, sən deyirsən axıra qədər müdafiə eləyəsən. Elə şey var. Mən yaxşılıq eləm, pislik görürəm, ona görürəm. Kimə yaxşılıq eləmək istəyirsən? Get hansısa bir dənə yetimə yesə yaxşılıq elə də. Eləmişəm də. Kimə eləmirsən? Yetimə. Yetimə yaxşılıq eləyən belə hərəkət eləmir, başa düşdün? Gəl bura söz deyirəm sənə. Hara istəyirsən gedəyəm, məndən ötürü fərqi yoxdur. Mən yaxşı insan olmuşam, başım. Harada olubsan? Yaxşı insan gəlib hansısa xanıma deyir ki, əlimi çək bir dənə. Targovda yaxşı insan olmuşam. Harada olmuşsan? Targovda. Targovda yaxşı insan olsan, gəlib burada belə hərəkət edirsən, yaxşı oğlan. Bulvarda da olmuşam. Harada istəyirsən oluyor, deyir, yaxşı oğlan olan qaqaş, başa düşürsən. Gəlib hansısa xanıma məcburiyyətlə demir ki, gedək çay içək. 28-də də yaxşı oğlan olmuşam. 28-də yaxşı oğlan deyilsən. Niyə? Görürəm də sən. Nə pisiyimi görmüsən? Gördüm də qaqaş, oğlan kimsin? Yaxşı Sən oğlansan qaqaş, oğlansan. yox. Oy, mən onda sən məni hara aparsan, oğlan deyilsən. Gəl bura söz deyirəm, get. Əlimi çək. Nasıl problem var ki burası? Həll edəcəksən? Hə? Hə. Deyirəm ki, gedib evdən çay içələ. Niyə narahat edirsiniz ki, istəmirlər? Çay içmək istəyirəm də mən. İçmə bura. Bir stəkan çay. İçmə. Bir stəkan çaydan nə olacaq ki? Çox şey olacaq. Özün çay içmək istəyirsən? Yox, içmək istəmirəm. Mən heç vaxt elə şey eləmərəm. Neynəmək istəyirəm bəs? Niyə hərəkət edirsən ki elə? Söhbəti pis yerə aparırsan. Mən aparmıram, sən aparsan Ağa pis bir yerə. də çayla nə olacaq? Adam gözləyir. Sən elə danışdın, mənim bir ağlamağım gəldi. Gedib evdən çay içək də başa. Bildiyimə gedək bir dənə çay içə, onu hərəkət edirsiniz ki. Nə? Sən gəlin bura, canım. Eləyəcəm söhbətdən, Sən gəlin bura, canım. söhbətimi yekunlaşdıraraq eləyəcəm sən. De, sözü de. Bir qıraqda deyə də, arasında. Hə, gəl de. Anası var, zadı var, qardaşı var, onu hərəkət edirsiniz. Sən bura gələk də, gələk. Sizin bacınız yoxdur. Mən xoşuma gəlmir şəxsən. Sənin də xoşuna gəlmir deyə mən çölə çıxmayım. Yox, çıxma. O hərəkət xoşuma gəlmir. O heç kimin O sənin xoşuna gəlmir də. Heç kimin xoşuna gəlməz. Qoymursuq etsinlər bizinə. Yox, Necə yəni qoymur? qoymuram. Dava eləməzsən gedə eləyə problem. Sən dava eləyənməzsən məndən. Sən nəsən ki Mike Tysonsan? Yox. Ləzgiyəm mən. Ləzgiysən, Allah canını sağ eləsin. Sağ ol. Mən sənə həm söz demirəm. Deyirəm, Eləyənməzsən də çıxanmazsan. sən təkbədə Hə. çıxaram, gedək çıxaq. Başını işləyirsin. Niyə ki? Ha bildim, sən nə hissən ki? Başını işləyirsin. Ha bildimi dava eləmək istənsə. Hə, Oğlum, nə bunu başına yığın ala. Yekə oğlansa, o neçə yaşın var? neyini sən yaşın var? Neçə yaşın var? Sənin neçə yaşın var? Neçə yaşın var? Sənin neçə yaşın var? Neyin sən yaşın var? Sən neyin sən yaşın var? 22 yaşın var, nə olur? Bildim, sən neynəmək istəyirsən? Gəl bura söz Gəl. Gəl.
Onsuz da biz oradan gəldik, harda 1 kilometr yol gəldik sənə. Hə, gəl. İdman eləsəydik bəlkə 300 qram arıqlamışıq. Hər yolda gördüyün qızıl Hər gördüyümə yaxınlaşmıram ki mən. Sən tanımırsan onları. Nə olsun tanımıram. Bir insanlıq eləyir burada. Başa düşdün? 5 manat. İnsanlıq eləyir brat burada. Xanımı niyə narahat edirsən? Mən Dedim oturaq, xoşum gəldi, oturaq bir dənə çay içək. Yox, Pis söz deməmişəm. Xoşun gəlinə elə yaxınlaşırsan. Hər xoşum gəldiyinə yox. Xoşum gəldiyinə yaxınlaşıram. Sən get də, sən işinlə məşğul. Biz gedib bir dənə çay içəcəyik. Yox, hara gedirsən? Burada yer var, orada. Onun razılığı yoxsa sən hara gedirsən? Get qardaş, get işindən olma, işin var sənin. İşim var, Hə. Prosto mən bir Azərbaycan vətəndaşı kimi Azərbaycan qadınını narahat edirsən. Biz erməni deyilik ki. Onu başa düşürsən, sən niyə narahat edirsən? Dedim oturaq bir dənə çay içək. Pis Razı eləmədi. deyil də. Razıdır, razı olacaq da. Razı deyil də. İçəcək, xoşuna Yox, gələcək. razı deyil də. Sənin nə olub belə? Sən nə olub, sən cəmaatı niyə narahat edirsən? Sən indi süper qəhrəmansan. Mən süper qəhrəman deyiləm, cəmaatı niyə narahat edirsən? Yəni kimsə gəlib səni narahat eləsə xoşuma gələr. Mən qızda da. Yox, o lap olsun oğlan. Hə. Hə, mən də oğlanam, sən də oğlan. Xoşum Mən gələcək. səni narahat eləsən xoşuna gələr. Xoşum gələcək. Onda gedək çay içək. Gedək. Gəl. Nə özü sən alırsan, mən Mən alıram. alırım. Mən də gəlsəm olar. Gəl. Pulun verəcəksən? Verəcəm, gəl. Pulun var cibində? Var. Nə qədər var onda? Var, nə qədər istəyirsən. Başqa söz demirəm. Adamlar da istəmirəm. Sən özün nə işlə məşğulsan belə? Fərqi nədir nə işlə məşğulam? Belə bədənlisən, o deyirəm. Deyim bəlkə bizi döydün. Bədəninin əxliyyəti nədir dədə? Hə. Mən sənə söz deyirəm, adamlar istəmir. Fərqi nədir onun? Hani sözün qısası nədir ki? Adamlar istəmir də narahat. Sən get də narahat olma, biz çay içib gedəcəyik evə. Xanımlar istəmir. Gəl, bebədli bax. Çox sakitsən, Neyim əsəb oldu? əsəbləş də biraz. Əsəbləşmir. Əsəbləş biraz sözlə. İnsan kimi söz danışırsa. Mən heyvan ha. Əsəbləşmir. Yox, insan mən də deyirəm ki, insan kimi söz danışır. Sən də insan kimi danışırsan, mən də insan kimi. Mən insan deyiləm axı. Mən nəsən abi? Heyvanam mən. O sən elə doğru düşünürsən, o sən düşün. Sən necə düşünürsən? Mən insan kimi səni görürəm, insansan. Sən də insansan, mən də insan. İnsan süper qəhrəmanlıq edirsən də. Mən süper qəhrəmanlıq zad eləmirəm, dədə. Prosta dedi narahat eləməyim, mən də deyirəm ki, narahat eləməyim. Nə var ki, insan kimi söz deyirəm. Sən də insan kimi mənə başa düşüb bağlayaq söz. Düz söz demirəm, ya nə bilim, tonumu qaldırmıram. Sən də insan kimi söhbət eləyirəm. Yaxşı, axırı hara gedəcək bu Uzun sözün söhbətin? qısasına getir. Siz öz yolunuza, biz öz yolumuza. Evdən çay içək, sən də gəl. Bizim yolumuz Mən niyə gəlirəm? Gəl bizdən çay iç. Nə idim anlamışsan? Elə paşlı qarışıq. Biz xahiş edirdik ki, siz bizi narahat eləməyin. Hə. Sizin əlinizdə biz bir də yerdə dura bilmirik. Mən nə deyim, oturaq çay, pis söz demişəm ona mən. Yox, bir sözdür, tanış olmaqda bir şey yoxdur, prosta indi istəmirlər də. Sembol bizdə 2 nəfər idi. Bildin mi qala, sən narahat olma, ged idmanı verə, biz yeyib çay içədik. Demək istəyirsən ki, gecədə bir yerdə döyüşək, problem yoxdur, amma döyüşə Bizdə bilərəm. çıt oturuyuq. Yox, onu demirəm. Mən döyüşməyə niyə girəm? Hə, Mən döyüşü kimisə vurmaq üçün eləmirəm ki. hər dil var da, yəni ki. Hətta yəni dillə eləmək olur, o bir problemdir. Prosta yəni demək istəyirəm ki, yəni istəmirlər də prosta. İdmançılar bu qədər mədəniyyətli olur, həqiqətən rast gəldim. Neçə idi gətirək? Mən уже paşı 8 ildən çox. Maşallah, maşallah. Sən bir dəqiqə səndə olan vaxtın idi. Nə dedim? Haqqı ola elə. Mən 3 kilometr yol gətirdim sənə. Bu əslində kamera zarafatı, səni əsəbləşdirmək istəyir. Prosta sən mədəni insansın. Sağsınız olaylar orada. Orada idi, prosta sən də əsəbləşmədin. Haqqı ola elə, sağ ol. Yaxşıdan əlinə getdi sən də. Hadi, dedim yaxın olsun da səs tutsun. Səs tutsun. Qoyacaq edib zabasan. Sən olsaydın çıxıb gələcəkdi. Kamera zarafatıdır bu. Sən kimi mərd oğlanlar Yaxşı oğlan deyiləm nə idi? Ha, zarafat eləyir. Nə farqı o da yaxşı. Ona bax. Kimdir o? Hə, anam ya Allah'ım Quran əşki. Haqqınızı halal eləyin. Hamısı zarafatdır. Şunu da yaxşı oğlan.